Hər vaxtınız xeyirli uğurlu olsun, dəyərli müəllimlər və izləyicilərimiz. Hər birinizi xoş gördük. Bizim bugünkü video izahımız maqnit sahəsinin enerjisinin ətraflı yazılı cavab tələbi olan tapşırıqlarına aid olacaqdır. Başlayırıq birinci sualımızdan. Sarğaçda cərəyan şiddəti 10 amperdən 8 amperə qədər azalanda maqnit sahəsinin enerjisi 18 jol azalır. Sarğacın induktivliyini hesablayın. Verilən fiziki qiymətləri kənardan yazıram. Öncə gələnlər birinci fiziki qiymətlər, yəni I1 bərabər 10 amperdir. Sonra gələn ikinci cərəyan şiddətidir. I2 bərabər 8 amperdir. Maqnit sahəsinin enerjisi deyir 18 jol azalır. İstər maqnit sahəsinin enerjisi artsın ya da azalsın, o zaman onu götürürsən delta ilə yazırsan. Yəni enerjinin dəyişimini belə yazırıq. Bir də sarğacın induktivliyi el də sualdır. Onu bizdən soruşur. Bax, burada induktivlik sabit olduğu üçün, cərəyan şiddəti artıb azaldığı üçün, bax, görsən fərqli indekslər vardı ya, ona görə burada induktivlik cərəyan şiddətinin artıb azalmağına, ya enerjinin artıb azalmağının asılı deyil. Ona görə yalnız orada səndən bircə təkcə olan el induktivliyi soruşur. Və indi bu verilən fiziki qiymətlərə görə maqnit sahəsinin enerjisini düsturunu yazıram ki, L i-nin kvadratı bölünsün 2-dən ibarətdir. Amma burada bir tərəfdən fikir vermək lazım. Əgər enerjinin delta, yəni dəyişimi deyirsə, bunun önünə bir delta atıram. İnduktivlik dəyişmir. L bölü 2 tərəfini sabit şəkildə saxlayaram. Fərqli cərəyan şiddətləri olanda böyükdən kiçiyin çıxacam. Yəni i1-in kvadratından çıxacam i2-nin kvadratı. Bunu heç vaxt götürüb cərəyanları bir-birindən çıxıb, sonda kvadrata yüksəltin. Hər birini ayrı-ayrılıqda kvadrata yüksəldin, sonra fərqini edin. İndi gəl verilənləri yerinə qoyuruq. Maqnit sahəmizin enerjisini 18 jol verib, yerinə 18 yazıram. İnduktivlik axtarışda bölünsün 2-dir. Birinci cərəyan şiddətimə baxıram. I1 10-dur, I2 isə 8-dir. 10-un kvadratı elədi 100, 8-in kvadratı elədi 64. 100-dən 64 çıxanda elədi 36. Buradan yazıram bura 36 və 36 ilə də 2-ni ixtisar eləyəndə bura 18 düşəcəkdir. Deməli, bu yanda 18 var. El vur 18 də bura düşür. 18-lər də ixtisar olunur. El qalacaqdır 1 Henrydən ibarət. Baxaq ikinci sualımıza. İnduktivliyi 2 Henry olan sarğaçdakı cərəyan şiddətini 3 dəfə artıranda maqnit sahəsinin enerjisi 3 jol artmışdır. Sarğacın cərəyan şiddətinin başlanğıcını tapın. I1 yəni sualdır. İndi bu verilənləri gəlin görməyə çalışaq. Qoy bu hissələri yazı olan tərəfləri buradan silin ki, bunu aydın başa düşə bilək bu sualımızı. Bu da elə bayaqki sualla eynidir. Sadəcə indi buradan bizə verir ki, induktivliyin artıq sənin qiymətini verir. Elimiz yəni 2 Henrydən ibarətdir. Bura fikir ver, deyir cərəyan şiddətini 3 dəfə artırma. Dəfə artımlar ümumiyyətlə nə cür yazır və yaxud da azalmalar. İkinci cərəyanı birinci cərəyana bərabər elə. Dəfə artımdırsa bu vurulacaqdır. Birinci fiziki qiymətə dəfə azalsaydı I1 bölü 3 olardı. Sonra maqnit sahəsinin enerjisini artmışdır. Bax bunu biz bilirik ki düsturda axı delta vardı ya, dəyişim vardı. Onda bunu elə belə də yaza bilərsən. Maqnit sahəsinin enerjisini 8 jol şəklində yaza bilərsən. Bu çünki dəyişib də, dəyişim var deyə belə yazır. Və cərəyan işlətimizin başlanğıcını soruşduğuna görə bir sual axtarışdadır. İndi mənim bu bayaqlarım yazdığım düstur var idi. Bu nə cür idi? Deməli, maqnit sahəmizin enerjisi bərabər idi. L i-nin kvadratı bölünsün 2 idi. Enerji dəyişirsə bunun önünə bir dənə delta atıram. Sonra dedik L konstantdır. İnduktivlik. Bölü 2 də düstura görə konstantdır. Amma cərəyanlar görsən fərqlidir. İkinci cərəyan birinci cərəyan 3 dəfə böyükdür. Onda nə edirsən? İkinci birincidən 3 dəfə böyükdür. Böyüyün kvadratından çıxırsan, kiçiyin kvadratı. Onda belə yazacağım bunu. E2-nin kvadratı çıxılsın E1-in kvadratı şəklində. İndi gəl verilənləri yerinə qoy. Birinci maqnit sahəmizin enerjisini yerləşdirəm. Nə qədərdir? 8 jol bərabərdir. L induktivlik bizə nə qədər verir? 2 Henry. L-in yerinə 2 yazıram. Bölünsün 2. I2-miz də gör nə qədərdir? I2 3 I1-in kvadratıdır. I2-nin yerinə yazıram 3 I1-in kvadratı çıxılsın. Bir də i1-imizin kvadratı bu şəkildə. Ümumi da buradan mürtəzi elək. Deməli, 3 i1-in kvadratı bizə 9 i1-in kvadratını verəcək. Buradan yazaq. 9 i1-in kvadratı. Bu neydi yazmışam bura? 9 i1-in kvadratı. Sonra bir 9-dan bir dənə i1-in kvadratını çıxanda elə bil bu 1-dir də. Bu da eləcəkdir 8 i1-in kvadratı. Yazıram bura. 8 i1-in kvadratı. Burada 8-imiz var. Bölünsün 2 bölü 2 var. 2-lər ixtisar olunur. Qalır bu şəkildə. Biraz bunları mehribanlaşdıraq. Belə bərabərlik qoyaq.
8'lər də ixtisar olunacaq. Nə qalır burada? 1 bərabər olur i1-in kvadratı. Bu da başqa sözlə i1-in 1 olmağı deməkdir. Deməli, bizim birinci cərəyan şiddətimiz 1 amperdən ibarətdir. Amma ikinci cərəyan şiddətini, yəni son cərəyan şiddətini soruşsaydı, i2 3 i1 deyilmi? Onda i1-in yerinə 1 qoyacaqdım. Bu da eləcəkdir 3 amperdən ibarət. 2-dəki cavab, birincinin soruşuna görə cavab 1 amper olur. Baxaq üçüncü sualımıza. Sabit cərəyan mənbəyinə aktiv müqaviməti nəzərə alınmayan sarğac qoşulmuşdur. Sarğacın maqnit sahəsi enerjisini tapırıq. Gəl, indi verilən hərflərimi kənardan yazaq, görə ağlımıza hansı düstur gələcək? Deməli, elektrik hərəkət qüvvə var, daxili müqavimət, xarici müqavimət, induktivlik var. Purşun olan yer nədir? Yəni, sarğacdır da. Bu el olan yerimiz sarğac adlanır, induktivlik olan yer. Kənardan hərfləri yazaq. Elektrik hərəkət qüvvə, balaca R, yekə R, el var, düzdürmü? Bax, bu hərflərin sayəsində biz cərəyan şiddətimizi tapacağıq. Bizdən də maqnit sahəsinin enerjisini soruşur. Gəl bunların sayəsində biz cərəyan şiddətimizi çıxaraq. Biz bilirik ki, cərəyan şiddətimiz nə idi? Tam dövrə üçün Ohm qanununda. Elektrik hərəkət qüvvə böl, xarici ilə daxili müqavimətimizin cəmini. Bu 8 elektrik hərəkət qüvvə, xarici, yəni aktiv müqavimətimiz 3, balaca erimiz də 1-dir. 8 ilə 4-ə böləndə bu elədi 2 amper. Bax, indi də gətirdim. Burada mən nəyə tapdım? Cərəyan şiddətimizi tapdım. Yəni, bunu indi tapdım və belə olduğu halda, deməli, bu verilən fizik şəmətlərin də sayəsində maqnit sahəmizin də enerjisini tapacağım ki, bu da nədir? Düzdür. L i-nin kvadratı bölünsün 2-dir. L bizə induktivlik verilibdir 0,2. Düstura görə bölü 2. Cərəyan şiddətimiz də bizim 2'dir. Orada nə yazacağım? 2'nin kvadratı şəklində. Bu 2 kvadratda bu 2 ixtisar olunur. Qalır 0,2 vur 2. 0,2 də 2'yə vurulanda bu da 0,4 joule eləyir. Bu sualımızın cavabı. 5-ci sualımıza baxaq. Daha doğrusu 4-cü sualımıza baxaq. İnduktivliyi 0,6 Henry olan sarğacdakı cərəyan şiddəti 2 amperdir. 0,3 saniyə ərzində sarğacın maqnit sahəsinin enerjisi 4 dəfə artarsa, bu müddətdə sarğacda yaranan öz-özünə induksiya YHG-si nədir? Verilən fiziki kəmətlərimizi qeyd edək. İnduktivlik verilib bizə 0,6 Henry. Cərəyan şiddətimiz 2 amperdir. Və zaman verilib buradan 0,3 saniyə. Bir də bax, maqnit sahəsinin enerjisi dəyişir. Deməli, onda bu birinci verilən, bax, bu hissə bizim birinci cərəyan şiddətimizdir. Enerji dəyişirsə, təbii ki, cərəyan şiddətlərimiz eyni sabit bir qiymətdə qalmayacaq. Onlar da dəyişəcək. Ona görə cərəyan şiddətimizi maqnit sahəsinin enerjisini 4 dəfə artırırsa, dedik, bu nə cür yazır? İkinci cərəyanı, ikinci enerjini birinci enerjiyə bərabər elə. 4 dəfə artımsa, bu vurulacaqdır birinci enerjimizə. Və induksiya YHG-miz də bizim axtarışda olacaqdır. Belə, indi gəl görək neyə biləcək biz buradan. Bax, enerjim dəyişirsə, cərəyan şiddətimizə dəyişməlidir də. Ona görə enerjimizin dəyişim sayəsində mən ikinci cərəyanı tapacağım nisbət şəklində. Oradan dəyişən cərəyanı hər ikinci cərəyanı tapandan sonra induksiya YHG-si ilə L ilə T ilə I ilə bunların əlaqəsini qura biləcəm. Hələ ki, biz bu hissəyə fokuslanırıq. Buna görə maqnit sahəmizin enerjisi induktivlikdə olduğuna görə düstur. L i-nin kvadratı bölünsün 2-dir. Biz cərəyan şiddətimizi çıxartmaq istəyiriksə, onda buradan cərəyan şiddətimizi tapacağım. Bərabərdir 2W maqnit enerji bölünsün L və bu ifadələr kökaldır. Çünki cərəyanın başı kvadratdır. İndi baxıram ki, cərəyan şiddətimlə maqnit sahəsinin enerjisi düz asılıdır. Amma kökaltı şəklindədirsə, ikinci cərəyanı birinci cərəyana bölərəmsə, onda bu da ikinci maqnitin birinci maqnit enerjimizə nisbəti, amma kökün altı şəklində olacaqdır. Və indi başlayaq yazmağa. İkinci maqnit sahəmizin enerjisi 4W maqnitdir. Onda bunun yerinə yazacağım 4W birinci maqnit. Məxrəcim də birinci maqnit saxlayıram ki, ixtisar olunsunlar. Bunlar ixtisar olunur, qalır 4. 4 də kökdən çıxacaq, eləyəcəkdir 2. Buradan yazıram 2 və ikinci cərəyan şiddətim artıq bildi ki, 2i1-dir. Birinci cərəyan şiddətimizdə bizə 2 verdiyinə görə 2 2-yə vurulanda bu elədi 4 amper. Deməli, biz tapdıq ki, birinci cərəyan şiddətini onsuz da özləri vermişdi. Amma ikinci cərəyan şiddətimizi tapdıq ki, bu 4 amperdən ibarətdir. İndi bu biri vəziyyətlərimizi silək, daha bu tərəflər bizə lazım olmayacaqdır. İndi lazım olanları buradan bir qrupaya böləcək. Deməli, nələr oldu? Birinci cərəyan, ikinci cərəyan, induktivlik
zaman və induksiya YHG-si. Bizim bunlara görə belə bir düsturumuz var idi. İnduksiya YHG-miz bərabər idi. El delta I bölünsün delta T-dən ibarət idi. İndi delta I-mizin daşışı nədir? Son cərəyandan çıx, başlanğıc cərəyan. Delta I-nin də yerinə yazacağım belə. 2 çıxılsın I1 şəklində və salam. İndi gəl yerləşdirək. İnduksiya YHG-miz bərabər. İnduktivlik 0,6, ikinci cərəyan 4, birinci cərəyan 2-dir. Zaman da verilibdir 0, onda 3. 0,6, 0,3-ə bölünəndə bölür 2. 4-dən də 2-ni çıxanda bu da 2 edir. 2-ni də 2-yə vuranda elədir sualımızın cavabı 4 volt. Yəni induksiya YHG-miz bizim 4 voltdan ibarətdir. 5-ci sualımıza baxmamışdan öncə bu yanları buradan silək biz. Hə, bu sualımızda da deyəsən eyni suallardır. İnduktivliyi 3 milli Henry, aktiv müqavimət 0,7 ohm olan sarğac YHG-si 3,2 voltdur. Daxili müqavimət 0,1 ohm olan sabit cərəyan mənbəyinə qoşulur. Sarğacın maqnit sahəsinin enerjisini hesablayın. Maqnit sahəsinin enerjisi axtarışda verilənlərimizi yazaq. İnduktivliyi bizə 3 milli Henry, milli 10 üstü mənfi 3 deməkdir. Bunu yazıq. Aktiv müqavimət yekə erdir. 0,7 ohmdur. Daxili müqavimətdə balaca erdir. Bunu da yazıram 0,1 ohm və induksiya YHG-miz də YHG-ni bizə 3,2 volt verir. Maqnit sahəmizin enerjisi axtarışdadır. Gəlin indi görək biz burada nəyi nətər çıxarda bilərik. Bu bir tərəfimizi silək. Hə. Deməli, gəl bunları rəngləyək. R, 2R, balaca R, induksiya YHG-si, düzdürmü? Elektrik hərəkət qüvvə. Biz bu fiziki kəməklərin sayəsində cərəyan şiddətimizi çıxardacaq. Bilirik ki, cərəyan şiddətimiz nə idi? Tam dövrə üçün ohm qanunudur. Elektrik hərəkət qüvvə böl, xarici ilə daxili müqavimətimizin cəminə. Buradan cərəyanı çıxarıb bitirəndən sonra neyniyəcək biz? Maqnit sahəsinin enerjisi L, I kvadratı düsturu var, bölü 2, onu yazacaq. İndi sadəcə qoy cərəyanımızı çıxaraq. Elektrik hərəkət qüvvəm 3,2-dir. Xarici müqavimətim 0,7, balaca çıxılı müqavimətimiz 0,1-dir. 3,2-ni 0,8-ə böləcəm. Bu da 32-nin 8-ə bölünməlidir ki, 4 amper əldə. Və nə tapdıq? Cərəyan şiddətimizi 4 amper tapdıq, düzdürmü? İndi bizim bu, qoy qıraqdan yazım. Deməli, nə var əlimizdə? L var, I var, bir də maqnit sahəsinin enerjisini soruşur. Bizim bu verilən fiziki kəməklərə görə ortaq düsturumuz L-nin kvadratı bölünsün 2-dir. İndi yerinə qoyaq verilənləri yazaq. L induktivliyimiz 3 vur 10 üstü mənfi 3-dür, yazıram buna. 3 vur 10 üstü mənfi 3. Cərəyan şiddətimizi tapdıq nə? 4-dürsə, 4-ün kvadratı ilə də 16. Çünki cərəyanın şiddətin başı kvadratdır. Ona görə elə yazırım. Bir də bölünsün 2-dir. Deməli, 16-nı 2-yə böldük. Bu elədi 8. Buradan yazıram 8. Sonra 3 də 8-ə vurulanda böləyə gətir 24. 10 üstü mənfi 3. İndi cavab belə də ola bilər və yaxud da 24, 10 üstü mənfi 3-də milli deməkdir. Milli joule da ola bilər. Bu sualımızın cavabı. Sonra baxaq buradan biz. Neçənci sual oldu? Hə, bu 5-ci sualdır. İndi 6-cı sualımıza baxıram. 6-cı sualımız, qoy bu yanlarımızı yenə buradan silək. Niyə siləmədim? Hə, induktivlik 7 milli Henry, aktiv müqavimətimiz 0,8 ohm olan sarğacdakı induksiya YHG-miz 1,8 volt, daxili müqavimət 0,1-dir, cərəyan mənbəyinə qoşulur, maqnit sahəsi enerjisini tapın. Eynən həmin sualdandır, 5-in eyni ilə kapravatıdır. İnduktivliyimiz 7 milli Henry, aktiv müqavimət, yəni yekə erimiz 0,8 ohm, balaca erimiz 0,1 ohmdur, YHG-miz 1,8 volt və maqnit sahəsinin enerjisi soruşulur. Altını bax yazmaq istəyən diqqətlə 5-ci sualımızın izahına baxa bilər. Deməli, biz nə cür danışdıq? Dedik ki, yekə R, balaca R və YHG-mizin sayəsində cərəyan şiddətlərimizi çıxardacaq. Bax, bu fiziki kəməklərin sayəsində cərəyan şiddətimizi çıxardacaq. Çünki cərəyan şiddətimiz tam dövrə üçün bərabər idi Ohm qanununda. Elektrik hərəkət qüvvə böl xarici ilə daxili müqavimətimizin cəmini. Elektrik hərəkət qüvvəm 1,8, xarici müqavimət 0,8, o da 0,1, 1,8 0,9-a bölünəndə bu bizə 2 amperi verdi. Və biz tapdıq ki, cərəyan şiddətimiz 2 amperdir. Yerdə qalan fiziki kəməklərimi rəngləyirəm. Bu və bu. Və bunların sayəsində isə bax, maqnit sahəmizin enerjisini soruşur. L var, I qalıb. Düzdürmü? L-i kvadrat edib böl 2-yə görə yerləşdirəcək. L induktivlik 7, cərəyan şiddətimiz 2-dirsə 2-nin kvadratı böl 2-dir. Bu 2 kvadratla məxrəcdəki 2 tamamilə ixtisar olunur. Qalır 7 vurulsun 2.
Bu da bize verdi 14 millijoule. Çünkü induktivli milli Henry idi da. Oradan onu elə millini açmıram. Bu şəkildə saxlaram ki, bu ya 14 10 üstü mənfi 3 joule ola bilər, ya da 14 millijoule ola bilər. 6-cı sualımızın cavabı. Hə, baxaq indi bundan sonraki sualımıza. Bu 6 idi, 7-yə baxaq bu yana. Demək olar ki, bu eyni sualdır. Bir dəqiqə. Hara qaçdı getdi bu sual? Hə, 6 ilə 7 eyni sualdır. Elə mən yaxşı olar ki, bunları buradan üzərindən sadəcə qiymətləri yerləşdirim. Yəni bunu yazmaq sən daha ətraflı baxa bilər. Bundan sonraki 5-ci sualımızın izahına diqqətlə baxa bilər. Gəl onda bu yanları silək, elə bunların üzərindən yerləşdirəcəm bu verilən qiymətlərimizi. 7-də deyilir ki, bizə induktivliyin 2 milli Henry'dir. 7-ni silirəm, bunun yerinə 2 milli Henry yazıram. Sonra aktiv müqavimətimiz, yəni yekə erimiz 0,7-dir. Balaca erimiz bizə verilib 0,1 elə qalır. YHG-ni bizdən soruşur. Onda belə bu yanlardan bunu silək və maqnit sahəmizin enerjisi bizə verilibdir 9 millijoule. Aha, indi isə YHG-ni bizdən soruşur ki, bu nə qədər olacaqdır? Yaxşı. Gəl bu biri tərəflərimizi silək. Bu hissələrimizi. Deməli, nə tapa bilərik biz buradan? Maqnit sahəsinin enerjisi ilə induktivliyin sayəsində biz cərəyan şiddətimizi çıxarda biləcək. Çünki maqnit sahəsinin enerjisi bərabər i-nin kvadratı bölünsün 2 olduğuna görə buradan cərəyan şiddətimizi tapanda o eləyəcəkdir 2W maqnit bölünəcək il. Cərəyan şiddətimizin də başında kvadratdır deyə girir bunlar kökün altına. İndi 2 vurulsun. Maqnit sahəmizin enerjisi 9, 10 üstü mənfi 3-dür. Eldəki 2 milli 10 üstü mənfi 3-dür və 10 üstü mənfi 3-lər ixtisar olunur. 2-lər də ixtisar olunur. Qalır yalnız 9. 9 da kökdən 3 çıxacaq. Yəni cərəyan şiddətimizi biz 3 amper olaraq tapdıq. İndi isə nə edirəm? Bax, cərəyan şiddətim var. Xarici müqavimət, daxili müqavimət YHG-miz vardı. Dedik ki, bunların da sayəsində biz tapacaq nəyə? Bax, tam dövrə üçün 10 qanunumuz var idi. Elektrik hərəkət qüvvə böl xarici ilə daxili müqavimətimizin cəmi. Buradan bunu tapanda bu hissələr bu yana çarpaz vurulacaq. O zaman olur belə. Cərəyan şiddətimiz vurulsun xarici ilə daxili müqavimətimizin cəmini. Cərəyan şiddətimiz 3-dür. Xarici müqavimət 0,7, daxili müqavimət 0,1-dir. Bu da eləyəcəkdir 3 vurulsun nə? 0,8. Cavab da eləyəcəkdir 2,4 voltdan ibarət. Baxaq, bu neçənci sual oldu? 7. 7 elədi 0,4. İndi 8-ci sualımıza baxın. Deməli, bu sualımızda isə sarğaca maqnit nüfuzluğu müyü olan ferromaqnit işləyib daxil edildikdə maqnit sahəsinin enerjisini hesablayacaq. Burada deyilir ki, müyü işlə daxil edilir. Yəni, bu nə deməkdir? Müyü deməkdir. Maqnit nüfuzluğu müyü daxil etmə artım deməkdir. Bunu bizə 1500 verib. Bunun vahid olmadığına görə görsən, elə sadəcə qiymətin veribdir. Vahidsiz kəmiyyətdir. Hə. İndi görək biz nə cür şəkildə çıxarda biləcək. Verilən hərflərimizi qeyd edək. L0 var, R var, U var və maqnit sahəsinin enerjisini soruşur. Deməli, belə. Və burada gərginliyimiz olmur. Hə, maqnit sahəmizin enerjisinin düsturu sarğac olan yerdə düstur bu cür şəkildə olacaq. Maqnit sahəsinin enerjisi bərabərdir. L i-nin kvadratı bölünsün 2-dən ibarətdir. Amma mən burada i görmürəm. Biz i-nin sayəsində nə edə bilərik? I-ni tapmaq üçün u bölünsün r-ə baxaram. U da var, r da var. İstəyirsən gəl bunu kənarda yaz. U 10-dur, r də 5-dir. Deməli, cərəyan şiddətimi 2 amper tapdım. Gətirib cərəyan şiddətimizi bura qoyacağım. Amma L yoxdur. L-i də tapmaq üçün L də bərabərdir. Müyü L0-dır maqnit nüfuzluğu olduğu üçün. Müyü maqnit nüfuzluğu 1500-dür. L0-ımız da 2 milli Henry'dir. Milli isə 10 üstü mənfi 3 deməkdir. Gəl belə bax. Bu 2 sıfırla 10 üstü mənfi 3-ə vurulanda 2 sıfır gedəcək. Burada eləcək 10 üstü mənfi 1. Sonra 15-i 2-yə vuranda bu eləyəcəkdir 30. 30 yazıram bura. 30-un da bu 0 nədir? 10 üstü müsbət 1 deməkdir. 10 üstü müsbət 1, 10 üstü mənfi 1 olanda heç nə qalmır, 1 qalır. Bu isə elədir, nə qədər? 3 Henry'dən ibarətdir. İndi hər şey hazır, verilənləri gətirəcəm burada, yerləşdirəcəm. Deməli, qoy bu yanları silək. Hə, nə qədər oldu? İnduktivlimiz 3 Henry. Elin yerinə yazıram 3. Cərəyan şiddətimizi 2 tapdım. Elir 2-nin kvadratı. Bir də bölünsün 2-dir. 2 kvadratla 2 ixtisar olunur. Qalır 3 vur 2. Bu da bizə verəcəkdir
6 joule sualımızın cevabı olur 8-ci sual 6 joule. Baxaq 9-cu sualımıza. Ferromaqnit işlik sarğaca daxil edilir. Sarğacda maqnit sahəsinin enerjisi maqnit selin dəyişmə səbəbi nədir? Bu iki əməklər necə dəyişmiş olacaqdır? Bax, ferromaqnit işlik daxil olsa görsən oxu salıb həmin bu sarğacın içinə də. Bu miyunun yəni artımı deməkdir. Miyu artasıdır. Yəni oxu üzü yuxarı qoyuruq. Amma çıxaranda isə bu onun azalmağı salacaq. İndi içəri qoyulduğuna görə bu artacaqdır. İndi mən də bunlara görə maqnit sahəsinin enerjisi düsturunu yazıram. Maqnit sahəsinin enerjisi bərabərdir L i-nin kvadratı bölünsün 2-dir. Bunu i-ni belə də saxlaya bilərəm. Sadəcə u-nu burada konstant verdiyinə görə biz onda i-nin yerinə yazacağıq ki, u böl r, bu da i kvadratdır deyə u kvadrat bölünsün r-in kvadratı şəklində yazacağıq ki, daha dəqiq yazacaq. Çünki u konstantdırsa, konstant hərflər düsturda olmalıdır mütləq. Hə, bunu belə yazdıq. İndi elə bax. Maqnit nüfuzluğunu L-in yerinə qoymaq üçün L də bilirdik ki, indüktivlik bərabər idi. Müyü L0. Ona görə L-in də yerinə yerləşdirirəm burada müyü L0 və indi isə baxıram ki, enerjimizlə müyünün vəziyyətinə ki, bunlar bir-birlərindən düz asılıdır. İndi buraya içlik daxil olunursa, bu müyünün artımıdır. Düz asılığı odur ki, hər ikisi yuxarıda yerləşir ya da hər ikisi aşağıda. Deməli, bunlar nə olur? Yuxarıda hər ikisi sürətdə yerləşiblərsə, müyü artdığına görə maqnit sahəmizin də enerjisi artacaq. Bu bizim bir isbatımız. İndi bizə nəyə soruşur? Bizə maqnit selimizi. Maqnit seli də fidir. Finin çox düsturu var. Amma sarğac olan yerdə maqnit selin düsturu L-i-yə görə yazacağım. Çünki bu sarğac olan yerdə L həmişə konstantdır. L yazılmalıdır. Belə. İndi isə görürəm ki, buradan da gərginlik konstantdır da. Konstantlar birinci düsturda olacaq. Ona görə i-nin də yerinə gətirəcəm. U bölünsün r-i yazacağım. Düzdür. Bura onsuz da olduğu şəkildə durur. Amma yenə də dəqiq şəkildə yazılmalıdır belə. Buradan da baxıram ki, L var, amma müyü yoxdur. Müyünü əlavə etmək lazımdır. Dedik, L, müyü L0-dan ibarətdir. Ona görə induktivliyin yerinə müyü L0 yazılasıdır. Buradan da görün ki, maqnit seli müyü ilə də bu da düz asılıdır. Ona görə bura müyü daxil olanda, deməli, maqnit selimiz də bizim artar. Hər ikisi artacaqdır qısacası. Bunlar da bizim düsturlarımız olacaqdır. Bu da dəyişmə səbəbini düstura əsasən çıxarda bilirik. Baxaq 10-cu sualımıza. Bu sualı bu yana gəlin çevirək. 10-cu suala baxıram. Birinci və üçüncü sarğaçlarda maqnit selləri və maqnit sahələrinin enerjiləri arasında hansı münasibət doğrudur? Birinci və üçüncü maqnit selləri, gəl yazıram buradan, F1 və F3-ün vəziyyətlərini soruşur bizdən. Bir də nəyə soruşur? Birinci və üçüncü maqnit sahələrinin enerjilərini. Yəni, birinci və üçüncü maqnit sahələrimizin enerjiləri arasında bunların müqayisəsinə baxacaq ki, nə cür şəkildə yerləşəcəkdir. Yaxşı, gəl bunu belə bir kənardan yazaq. Deməli, biz nə cür demişdik? Cərəyan bilirik ki, həmişə müsbətdən mənfiyə doğru axın edir və həmişə təkcə bir şnurun üzərində cərəyan şiddətimiz daha çox olur. Onda deməli, bu cərəyan bu müsbətdən yola çıxır. Belə gəlir. Cərəyan şiddətimiz bizim bax, bu gördüyü nöqtəsinə gəlib çatanda dayanır. Artıq burada nə qədərsə gəlirsə, başdakı cərəyan yuxarı, aşağı, qola, budağa bölünəcəkdir. Və orada müqavimətlərə görə R və 2R-ə görə az və yaxud da çox bölünəcəkdir, paylaşacaqdır. İndi gəl bunu anlamaqdan ötürü biz nə edirik? L1-i induktivlikləri yazaq. L1 L-dir, L2 L-dir, L3-ümüz də bizim L-dirsə. L1 müqavimətimizdirsə, bu deməli bizim R1 müqavimətimizi R verib. Bu bizim R2 müqavimətimiz 2R'dir. Bu isə bizim R3 müqavimətimiz də 3R'dən ibarətdir. O üçüncü müqaviməti heç bizə verməyə də bilər. O heç bizə lazım olmayacaq. Ne deyəcəm nəyə görə? Çünki buradakı müqavimətlərimizin sayəsində cərəyan şiddətimiz tapılanda, buradakı iki vəziyyətlərimizə görə cərəyan şiddətlərimiz toplanacaq və burada üçüncü cərəyan olacaq. Yəni, o müqavimət heç bizə lazım da deyil. İndi gəl baxaq. Biz bilirik ki, cərəyan şiddətimiz nə idi? Gərginlik bölünsün müqaviməti idi. Əgər cərəyan şiddətinin böyük olmağını istərsənsə, müqavimət orada kiçik olacaqdır. Yəni, bax, nə demək istədiyimi gəl anlayaq. Cərəyanın böyük olmağını istəyirəmsə, müqavimət kiçik olacaq. Birinci müqavimətinə baxsan.
Bax, R1 müqavimətin R1, R2 müqavimətin 2R'dir. Harda müqavimət azdırsa, orada cərəyan çox olacaq. Buradakı müqavimətin 1R'dir, buradakı 2R'dir. Deməli, 1R ilə 2 rəqəm, 1 ilə 2 rəqəmlər var. Qoy bunu nərəklə salam, yaşlı rəqəm. Bu 1 ilə 2 var. Cərəyan şiddətlərimizin qiyməti orada dəyişəcək. Əgər 1R'dirsə, onda yuxarıdakı bu cərəyan şiddətimiz bizim nə olur? 2 amper olur. Əgər bura 2-dirsə, burada cərəyan şiddətimiz 1 amperdir. İndekslərini də yerinə qoyub L1 induktivlikdirsə, bax bura L1 induktivliksə, bu da birinci cərəyandır. Bu L2-dirsə, bu da ikinci cərəyan şiddətin olacaqdır sənin və salam. İndi belə olduğu halda, gəlin də müqavimətlərimizi silək. Yenə də bura diqqətlə bax. Bura 1-dirsə, bu sənin ikinci cərəyandır. Bura 2-dirsə, bu da sənin birinci 1 amperindir. Yəni bax, müqavimətlərə görə cərəyan şiddətlərinin qiymətlərini tərsinə yazacaqsın, tərs müəllif yazacaqsın. Və erləri buradan silirəm mən. Bax, bunların hamısını silirəm ki, şəkil sadə görünsün. Sonra nə baş verəcəkdir burada? Deməli, bizim birinci cərəyan şiddətimiz 2 amperdir, ikinci cərəyan şiddətimiz 1 amperdir. Bu cərəyan şiddətlərimiz 2 amperdən 1 amper gəlirlər, toqquşurlar, qovuşurlar. Bax, bu qırmızı düyün nöqtəsində. Nəhayət, buradakı üçüncü cərəyan şiddətimiz bizim 2 ilə 1-in cəmi olaraq 3 amperdən ibarət imiş. Onda belə çıxır ki, lap başdan da gələn cərəyan şiddətimiz 3 amper imiş. 3 amperlik cərəyan yuxarı hissəyə çıxanda, 1 yerlik müqavimətə çıxanda 2 amper olubdur. 2 yerlik müqavimətə düşəndə isə 1 amper olubdur. 2 ilə 1-in cəmi sənin bu ümumi opşi cərəyan şiddətini verəcək. İndi gəl buradan cərəyan şiddətlərimizi kənardan yazaq. Birinci cərəyan şiddətim 2 amperdir. İkinci cərəyan şiddətim 1 amperdir. Üçüncü cərəyan şiddətim də 3 amperdən ibarətdir. Maqnit sellərimizi tapmalıyıq. Bu düstur daha bizə lazım deyil. Maqnit selimin düsturunu yazaramsa, fi bərabər L i-ni nəyə görə yazırım? Burada görürsən, hamısında induktivlik veribdir. Bu buraları sileyim, biraz sadə göstərək bu şəklimizi. Görürsən, induktivlik var da, L var. Yəni, sarğac var. Sarğac olan yerdə həmişə L-i yazacağım. Və görürəm ki, maqnit selim cərəyan şiddətimlə düz asılıdır və nisbət də məndən nəyə soruşur? Birinci və üçüncünü soruşduğuna görə, indi 3 ilə 1 üçün müqayisə yazacağım, nisbət yazacağım. Üçüncü maqnit selini birinci maqnit selinə bölərəmsə, onda cərəyan şiddətimizlə maqnit selimiz düz asılıdır deyə, üçüncü cərəyanı birinci cərəyan şiddətimizə böləcəm. Birincini də üçüncüyə bölə bilərsən, fərq etmir. Belə, indi baxıram, bizim buradakı üçüncü cərəyan şiddətimiz nə qədərdir? 3 amperdir. Birinci cərəyan şiddətimiz də 2 amperdir. Ona yazıram 3 bölünsün 2, elədir bizim bu nisbət 1/5 və başqa sözlə fi 3-ün fi 1-ə nisbəti bərabər 1/5'dir. Oradan da fi 3'ü taparam. O da eləcəkdir 1/5 fi 1-dən ibarətdir. Bu müqayisəmi tapdım, çıxartdım. Onda gətirəm bunu buradan yerləşdirəm ki, fi 1 haqqında müqayisəmizi, bunların arasındakı vəziyyətimizi müəyyən etdik. İndi isə başlayıram buradan maqnit sahəsinin enerjisinə görə yazmağa. Görək, maqnit sahəsinin enerjisi üçün nə cür tapacaq? Burada induktivlik olduğuna görə bilirik ki, maqnit sahəmizin enerjisi L i-nin kvadratı bölünsün 2-dir. Çünki yenə deyirəm, əgər induktivlik varsa, onda düstur L i kvadrat bölünsün 2-yə görə baxılacaq. Və enerjim cərəyan şiddətimizdə düz asıdır, amma düz və kvadratik. Birinci və üçüncü maqnit sahələrinin enerjilərinə görə müqayisəmi tapacağımsa, üçüncü enerjimi birinci enerjiyə bölərəm. Onda üçüncü cərəyanı da birinci cərəyana bölərəm. Cərəyan şiddətinin başı kvadratdır deyə mən də alacağım bunları kvadratı. Və indi yazaq. Buradan deməli, üçüncü cərəyan şiddətimiz nə qədərdir? 3 amperdir. Birinci cərəyan şiddətimiz də 2 amperdir. O zaman 3-ü böləcəm 2-yə və bunların kvadratı. 3-ün kvadratı 9 eləyir. 2-nin də kvadratı 4 eləyir. 9 da 4-ə bölünəndə bu da 2 tam %25 eləyəcək. Qısacası, üçüncü enerjimin birinci enerjimə nisbəti 2 tam %25 eləyəcəkdir. Buradan da üçüncü enerjimi taparamsa, o da eləyəcəkdir 2 tam %25 W1-dən ibarətdir. Bu da bizim enerjilərimiz haqqında müqayisəmiz oldu. Bunu da gətirək qoyaq. Cavablarımız bizim bax, bu cavablardan ibarət olur. Və salam. Belə, bunu geri qaytaraq. Bu cür şəkildə olacaqdır. İndi bu yanlarımızı buradan silək. Baxa, növbəti sualımız var. 11-ci sualımızda isə ikinci və üçüncü sarğaçlardan axan cərəyan şiddətlər onların maqnit sahələrinin enerjiləri arasında müqayisəmizi tapacaq. Deməli, cərəyan şiddətlərimizi deyir bizə buradan. Yəni, ikinci cərəyan şiddətimizin, üçüncü cərəyan şiddətimizin
aralığındakı münasibət, bir də ki, maqnit sahələrimizin ikinci və üçüncü maqnit sahələrimizin enerjilərinin müqayisəsi münasibətinin nə cür olduğunu tapacağıq. Gəl indi yenə bunu bax yazmaqsa, bu sualı yazmaqsa mütləq 10-cu sualın izahına diqqətlə baxsın. Biz dedik ki, tək şnurun üzərindən gələn cərəyan şiddətimiz daha çoxdur. Cərəyan şiddətimiz gəlir, buradan qola budağa bölünür, şaxələnirlər və bu şaxələnmə vəziyyətlərinə görə buradakı cərəyan şiddətlərimiz R və 2-yə görə müəyyən şəkildə bölünürlər. Amma kənardan gələn həmişə buradakı cərəyan şiddətimiz daha çox olacaqdır. İndi başladıq yazmağa bunu. Dedik ki, cərəyan şiddətimiz U bölünsün R-dən ibarətdir. U bölü R-dir. Yəni, cərəyanın böyük olmağını istəyirsənsə, buradakı müqavimətin sənin kiçik olacaq. Çünki bunlar bir-birlərindən tərs asılıdır. İndi gəl belə baxıram. Bu L1 müqavimətim L-dirsə, deməli R1 müqavimətimiz R-dir. Bu L2 L-dirsə, deməli R2 müqavimətimiz 2R-dir. Bu L3-dür, L-dirsə, onda bu R3 müqavimətimiz 3R-dir. Yenə deyirəm, buradakı üçüncü müqavimət heç bizə maraqlı deyil. Biz cərəyan şiddətlərimizin ilk 1 ilə 2-dəki vəziyyətini tapandan sonra oradakı üçüncü cərəyanımızı və yaxud da müqavimətimizi çıxarda bilərik. İndi gəl görək, harda cərəyan şiddətimin böyük olmanı istəyirəmsə, orada müqavimət kiçik olacaq. Bax, buradakı müqavimətin 1R-dir, buradakı müqavimətin 2R-dir. İndi sən bu 1 ilə 2-nin yerini cərəyan şiddətindən tərs asılıdır de, onda buradakı cərəyanları tərsinə yazacaqsan. Bura 1-dirsə, onda bax, buradakı ikinci cərəyan şiddətin burada 1 amper olacaqdır. Bura 2-dirsə, onda birinci cərəyan şiddətin sənin 2 amper olacaq. Yəni, rəqəmlərin yerini dəyişdir. Təsəvvür elə, bax, belə demək istəyirəm sənə. Tutaq ki, buradakı müqavimətin sənə 5R verib, burada 4R verib, düzdürmü? Onda bu yuxarıdakı cərəyan şiddətin 4 amperdir, aşağıdakı cərəyan şiddətin 5 amper olacaq. Yerlərin sadəcə dəyişdirəcəksən. Çünki buna səbəb cərəyan şiddəti ilə müqavimət bir-birlərindən tərs asılıdır. İndi gəl oradan yazdığım, öz verdiyim qiymətlərimi buradan silim. Bunları tapdıq, qurtardıq. Bu müqavimətlərimizi də buradan silim, daha bunların müqayisəsini çıxarda bildik. Demək, nə görürəm mən orada? Bizim bu birinci cərəyan şiddətimiz 2 amperlik olan cərəyan şiddətimiz və ikinci cərəyan şiddətimiz 1 amperlik olan, buradan həm ikinci cərəyan, 2 amperlik cərəyan, həm 1 amperlik cərəyan gəlirlər, bax, bu göy nöqtədə cütləşirlər, birləşirlər və burada olur bizim üçüncü cərəyan şiddətimiz, hər ikisinin cəmi 2 ilə 1-in cəmi elədi, bu da 3 amper. İndi gəl, verilən cərəyan şiddəti, tapdığımız cərəyan şiddətlərimizi kənardan yazıram. Birinci cərəyan şiddətim 2 amperdir. İkinci cərəyan şiddətim 1 amperdir. Üçüncü cərəyan şiddətim də 3 amperdir. Görün bizə nələri dedi? Dedi 2 ilə 3 cərəyan şiddətimizi tap. İndi gəl 3 ilə 2-yə baxıram. Üçüncü cərəyan şiddətimlə ikinci cərəyan şiddətimizə baxanda, üçüncü cərəyan şiddətim 3-dür, ikinci də 1-dir. Onda 3-ü buradan 1-ə böləndə bu elə 3 elirdi. Başqa sözlə deyəcəm ki, onda üçüncü cərəyan şiddətim ikinci cərəyan şiddətindən 3 dəfə böyükdür. Bu müqayisəmi tapdım. Gətirəm deyə burada bunu cavabını yerləşdirib yuxarıda qoyaq bunu bir kənara. Gözümüzün önündə dursun ki, bu bizim cərəyan şiddətimizlə müqayisəmiz budur. İndi keçdik maqnit sahəmizin enerjisinə. Bölənlərimizi buradan silirəm. Deməli belə, maqnit sahəmizin də enerjisi üçün düsturumu yazıram. Yəni, induktivlik var deyə hər yerdə ellər var da. Ona görə düstur bizdə L, I-nin kvadratı bölünsün 2-dir. Və maqnit sahəmizin enerjisi cərəyan şiddətlə düz və kvadratik şəkildə asılıdır. 3 ilə 2 üçündən müqayisə dediyinə görə, indi 3 ilə də 2-nin nisbətini götürəm yazırım. Üçüncü enerjini ikinci enerjiyə böləndə, cərəyan şiddətimizin üçüncüsünü də ikincisinə böləcəm. Çünki niyə? Hər ikisi sürətdə yerləşir, ona görə düz asılı sayılırlar. İndekslərin eyni şəkildə qoyacaqsa. Amma cərəyan şiddətinin başı kvadratdır deyə bunları alıram kvadrata. Deməli, üçüncü cərəyan 3 amperdir, ikinci cərəyan 1 amperdir. Yazıram 3 bölünsün 1, amma başları kvadratdır da belə yazırım. 3-ü 1-ə böldük, bu 3 elədi. 3-ün də kvadratı, bu da 9 elədi. Yəni, bizim bu nisbət 9-dan ibarətdir. Oradan da üçüncü enerjini tapanda, bu da 9W2 eləyəcəkdir. Çünki bu, bura çarpaz olur, elə 9W2. Bunu da tapdıq, qurtardıq. İndi bu enerjimiz üçün də müqayisəmizi gətirirəm bura, yerləşdirirəm ki, bizim cavablarımız bax, bunlardan ibarət olacaqdır. Yəqin ki, bu izah sizə aydındır. Baxaq indi bundan sonraki sualımıza. Bu 11, indi 12-ci sualımıza baxaq. Gəlin bu üst hissələrimizi buradan silərək. Bu sualda deyilir ki, birinci sarğacdakı maqnit sahəsinin enerjisinin 18 milijouldur.
İkinci və üçüncü sarğıçlardakı maqnit sahəsinin enerjisi nə qədərdir? Onda yazıram ki, birinci enerjini bizə 18 millijoule veribdir. Amma deyir ki, ikinci enerji nə qədərdir və üçüncü enerji sənin nə qədər olacaq, bunu tapacaq. Yenə eyni həmin şəkildə bunu cərəyan şiddətlərinə görə biz müəyyən edəcək. Bax, L1-ə burada L verib və L qoyacaq burada. L2-miz L-dirsə, deməli R2 müqavimətimiz buradan 2L-dir. L3 də L-dirsə, deməli R3-dən müqavimətimiz bizim burada R-dən ibarətdir. Biz dedik ki, təkcə şnurun üzərindən gələn cərəyan şiddətin daha çoxdur. Sonra buradan qola budağa bölünürsə, müqavimətlərə görə buradakı cərəyan şiddətlərimiz dəyişəcəklər. İndi baxaq. Düsturumuz demək nə cür idi bizim? I bərabər idi, U bölünsün R idi. Əgər cərəyan şiddətin böyük olmağını istəyirsənsə, müqavimətin daha kiçik olacaqdır. Mən də görürəm ki, üçüncü müqavimətin 1 yerdir, ikinci müqavimətin 2 yerdir. Bu da bir-birlərindən bunlar tərs asılı olduqlarına görə, 1 ilə 2-nin qiymətini cərəyan şiddətinə görə dəyişirlərini. Onda bura 1-dirsə, deməli buradakı üçüncü indeksi, üçüncü cərəyan şiddətin 1 ilə 2-nin yerini dəyişmə bura. Onda bura 2 düşəcəkdir. Müqavimət azalan yerdə cərəyan şiddət daha çoxdur. Deməli bura 2 amperdir. Buraya ikinci cərəyandırsa, 2 erdirsə, deməli bura 1 er yazacaqsın. Yəni 1 amperdə daha doğrusu belə. Çünki müqavimətlə cərəyan şiddətləri bir-birlərindən tərs asıdır. Hə, indi qoy bunları cərəyan şiddətlərini çıxartdığımıza görə bunları buradan silirəm. Deməli nə baş verir? Bu 2 amperlik cərəyan gəlir bura və 1 amperlik də cərəyan gəlir bura. Bu göy düyün nöqtəsinə çatanda buradakı ümumi cərəyan şiddətlərimiz toqquşur, birləşirlər. 2 amperlə 1 amperimizin cəmi bizə verir 3 amper. Dedik, tək şnurun üzərində olan cərəyan şiddət daha çoxdur. Onda belə çıxır ki, buradakı ümumi cərəyan şiddətimiz də bizim 3 amperdir. Bu da bir ayağına qoyduğu üçün deməli birinci cərəyan şiddətimiz də bizim 3 amperdən ibarətdir. İndi gəl buradan tapdığım cərəyan şiddətlərimizi buradan yerləşdirirəm. Birinci cərəyan şiddətimiz bizim 3 amperdir. İkinci cərəyan şiddətimiz 1 amperdir. Üçüncü cərəyan şiddətimiz də bizim 2 amperdən ibarətdir. Və başlayacağım bu enerjilərin nisbətini qurub çıxartmağa. Hansı qiymət enerji verilibsə, onunla digərini müqayisə edəcəm. Birinci ilə ikinci enerjimizi müqayisə edəcəm. Hələ müqayisə etməmişdən qabaq düsturumuzu da bir gözümüzün önünə qoyaq. Maqnit sahəsinin enerjisi bərabər idi. L-nin kvadratı bölünsün 2-dir. Hər birində sarğac induktivlik yəni var deyə, ona görə bu düsturumuzu yerləşdirirəm, L-imizi. Amma baxanda enerjimizdən cərəyan şiddətimizdə bunlar bir-birlərindən düz və kvadratik şəkildə asılıdır. Birinci ilə ikinci cərəyan enerjimizi müqayisə edərəmsə, ikinci enerjini birinciyə bölərəmsə, onda cərəyan şiddətimizdən düz asılıdır. Yəni, bax, hər ikisi yuxarıda yerləşirdi. Deməli, olacaq ikinci cərəyanın birinci cərəyan şiddətinə nisbətinin cərəyanın da başı kvadrat olduğu üçün bura kvadrat yazacaq. Gəlin indi verilənləri yerləşdirək biz buradan. İkinci cərəyan şiddətim 1 amperdir. Birinci cərəyan şiddətim 3 amperdir. Deməli, bu nə olur? İkincinin yerinə 1 qoydum, birincinin də yerinə 3 qoydum və bunların kvadratları 3-də 1-in də kvadratı elədir, bu 9-da 1. Buraya birbaşa yazıram, bu 9-da 1-dir. Və indi birinci enerji var. Birinci enerjinin sayəsini ikincini çıxardacaq. Buradan da bizim ikinci enerjimiz bərabər olacaqdır. Nədir o? W1 bölünür 9-a. W1 nə qədərdir? 18-dir. 18 9-a böləndə elədi 2 millijoule. Deməli, mən birinci enerjimin sayəsində tapa bildim ki, bu 2 millijoule-dan ibarətdir. İndi üçüncü enerjimə baxıram. İstəyirsənsə üçüncü enerjini ikinciyə görə də baxa bilərsən, ya da birinciyə görə. Ürəyin hansına görə istəyirsə, ona görə baxa bilərsən. İndi bu yanlarımızı buradan sileyim, təmiz işimizi aparaq. Deməli, mən istəyirəm indi üçüncünə elə birinciyə baxaq da, 3 ilə birincinin müqayisəsinə baxaq. Deməli, üçüncü enerjimizi tapıramsa, birinci enerjiyə də gəl ikinciyə baxaq. Fərq etmir belə də ki, 3 ilə 2-nin müqayisəsinə baxıram. 2 var da, həmişə var olana görə buradan qiyməti çıxartmaq olur. Üçüncü enerjinin ikinci enerjiyə baxaramsa, bu cərəyan şiddətin düz asılıdır deyə, onda üçüncü cərəyanın da ikinci cərəyana böləcəksən və başları da kvadrat şəkildədir. Üçüncü cərəyanım 2 amperdir, ikinci cərəyanım da 1 amperdir. Deməli, 2-ni böləcəm 1-ə və bunun kvadratı. 2-ni 1-ə böləndə 2 edir, 2-nin də kvadratı elədir 4. Yazsaq, bura 4 bərabərdir 1. Oradan da üçüncü enerjimi taparamsa,
Bu da eləcəkdir 4W2-dən ibarətdir. Buradan da üçüncü enerji bərabər 4 vurulsun. İkinci enerjimiz nə qədərdir? 2-dir. 4-ü 2-yə vuranda bu da elədir 8 millijoule. Belə çıxır ki, bizim üçüncü enerjimiz də buradan 8 millijoule-dan ibarətdir. İndi istəyirsənsə üçüncü enerjiyə də birinci enerjiyə baxa bilərəm. Bu fərq etmir. Yəni də istəyirsənsə bu ürəyində qalmasın deyə ona da baxaq. Üçüncü enerjini birinci enerjiyə bölərəmsə, onda üçüncü cərəyanı birinci cərəyana böləcəm və başları da kvadratdır. Üçüncü cərəyanım 2 amperdir, birinci cərəyanım 3 amperdir. Onda gətirəm 2-ni bölürəm 3-ə və kvadratıdır, düzdürmü? Belədir 9-da 4. Elə bunu buradan silim, yazım 9-da 4, buraya yazım 9-da 4. Hə, ondan sonra isə tapacağım mən üçüncü enerjim. Üçüncü enerjini taparamsa 9'da 4 W1'e vurulacaqdır. W1'imiz də nə qədərdir? 18'dir. Bunun yerinə mən 18'i yazsam, 18 9'a bölüləndə bu eləyəcəkdir 2. 4'ü də yenə 2'yə vuranda 8 millijoule eləyir. Hər iki variantla, heç kitabda deyilməyən şərtə görə hər iki variantla sizə aydın olsun deyə bunu bu cür şəkildə yazdım. Keçək indi 13-cü sualımıza. Bu yanlarımızı buradan silirəm. Burada deyilir ki bizə ikinci sarğaçda cərəyan şiddəti 2 amperdir. Birinci və üçüncü sarğaçların maqnit sahələrinin enerjiləri arasında hansı münasibətimiz bizim doğru olacaqdır? Gəlin də görək burada nə deyir bizə? Deməli, ikinci cərəyan şiddətimizi 2 amper veribdir. Gəl yazaq. İkinci cərəyan şiddətimizi deyirik 2 amper vermişəm. Birinci və üçüncü sarğaçlarda maqnit sahələrin enerjisi nədir? Onda mən tapmalıyam birinci cərəyan şiddətimi və üçüncü cərəyan şiddətimizi tapmalıyam. Bizdən isə bu nəyə soruşur? Birinci enerjini soruşur və üçüncü enerjimizi tapmağı soruşur bizdən. Baxın, ikinci cərəyan şiddətimiz sana bax, bu L1'im L'dir. L2'miz, bir dəqiqə, qara rənglə yazaq bunları. Hə, L1 L'dir, L2 L'dir. Bunların müqavimətlərini yazılır. R1'imiz R, R2'miz bizim buradan 2 R'dir. L3'ü L veribdir. Bu da R3'ümüz də 3 R'dir. Bunu heç bu müqaviməti verməsə də olar. Onsuz da ehtiyac yoxdur onu vermək. Çünki biz bu müqavimətlərin sayəsində bunların sayəsində deyəcəm ki, bu bizim R3 müqavimətimiz, bu paralel birləşmədir. R1 ilə R2 məxrəc isə bunların cəmidir. Yəni bu müqaviməti bizə verməsə də olardı. Onu elə belə veribdir oradan. Sonra nə edə bilərik biz buradan? Dedi ki, ikinci cərəyan şiddətimiz bizim 2 amperdən ibarətdir. Bax, buranı bizə dedi ki, bu 2 amperdir, yazıram. Bu 2 amperdirsə, onda birinci cərəyan şiddətimizi tapmağa nə var ki? Biz dedik ki, cərəyan şiddətimiz bizim U bölünsün R-dən ibarətdir. Cərəyan şiddəti müqavimətimizə tərs asıdır. Ona görə birinci cərəyan şiddətimlə ikinci cərəyan şiddətimizin müqayisəsini taparamsa, müqavimət də tərs asılıdır deyə R2-ni də R1-ə böləcəm. R2 müqavimətim 2 R'dir, R1 də R'dir. 2 R'i R'ə böləcəm. R'lər ixtisarı olacaq. Nisbət 2-dən ibarət olacaqdır. Buraya yazıram 2. Onda bizim birinci cərəyan şiddətimiz 2i2 elədiyinə görə ikinci cərəyan şiddətimiz 2-dir deyə bu da elədir 4 amper. Deməli tapıram ki, birinci cərəyan şiddətimiz bizim 4 amperdən ibarətdir. O yazım indi yuxarıdan yazacağım ki, bu bir hissəmiz bizim 4 amperdir. Yazaq, bu oldu 4 amper. İkincini də bizə 1 amper, 2 amper verirdir. Deməli, nə baş verir burada? Bunu biraz sərgəli yazım mən. Bu 4 amperdir. Biz dedik ki, bu hissələrdə bax, bu təkcə gələn hissədə cərəyan şiddətimiz daha çox gəlir. Sonra buradan qola budağa bölünür. 4 amper üzü yuxarı gedibdir. 2 amper də üzü aşağı gedibdir. 4 amperimizlə 2 amperimiz toqquşurlar, gəlirlər burada qovuşurlar. Bax, bu qırmızı düyün nöqtəsinə qovuşurlar. Bu L3'dür deyə. Deməli, onda bizim üçüncü cərəyan şiddətimiz 4 ilə 2-nin cəmi 6 amperdən ibarət imiş. Həmişə bil ki, paralel birləşmədə tək şnurun üzərində olan cərəyan şiddətinin həmişə toplanacaq. Deməli, buradakı cərəyan şiddətimiz 6 ampermiş. Bu deməkdir ki, bu ilk başdan çıxan elə cərəyan şiddətinin ümumi cərəyanın 6 amperindən yola çıxır. Sadəcə bu müqavimətlərə görə, R və 2 R-ə görə müəyyən qola budağı bölünübdür. Yuxarı 4 amper, aşağı 2 amper. Ona görə ki, bax, bura 1 R'dir, bura 2 R'dir. Harada müqavimətin azdırsa, bax, bu 1 R'də azdırdır. Ona görə oradakı cərəyanın 4 amperdir. Burada 2 ise burada 2 amperdir. Müqavimət az olan yerdə cərəyan daha çox olacaqdır. İndi qoy yazım. Deməli, I1 4 amperdir, I3 isə 6 amper tapdın. Özü də bizə ilkini başdan vermişdi ki, 2 amperdən ibarətdir. İstərsən gəl belə elək də bu ardıcılığımızı buradan qoruyaq.
Bunu belə yazım. Gətirim bunu da buradan yerləşdirim. Bu cür şəkildə. Hə, birinci, ikinci, üçüncü cərəyan şiddətlərimizin vəziyyətləri müəyyən olunandan sonra mənə deyir ki, gəl enerjilərini indi tap ki, bu nədən ibarət olacaqdır. Deməli belə. Başlayıram mən bunlar üçün nisbət qrup yazmağa. Birinci və üçüncü enerjimə görə tapaq. Üçüncü enerjimizi birinci enerjiyə bölərəmsə, özü elə deyirdi. Düsturumuz nə cür idi? Enerjin bərabər idi. L i-nin kvadratı bölünsün 2-dən ibarətdir. Və dedi ki, burada hamısında induktivlik vardır. Ona görə L yazılacaqdır. Amma enerjim, cərəyan şiddətimizlə düz kvadratik şəkildə asıldır deyə, onda üçüncünü birinciyə bölərəmsə, cərəyanımızın da üçüncü i-sini birinci i-yə böləcəm. Və başı da kvadratdır cərəyanın. Ona görə bura kvadrat yazıram. Deməli, üçüncü cərəyan şiddətim 6 amperdir. Bunun yerinə 6 yazıram. Birinci cərəyan şiddətimiz nədir? 4 amperdir. Yerinə 4 yazın və bunun kvadratı. İxtisar eləsəm 6-nı 2-yə böləndə bura 3 düşür. 4-ü də 2-yə böləndə burada 2 düşür. Bu belə 3-ü 2-yə böləndə belədir 1/5. Və indi 1/5-in kvadratı 2 tam %25 verəcək bu bizə. Yazıram 2 tam %25. Başqa sözü ilə üçüncü enerjimi taparamsa mən, onda 2 tam %25 vurulacaqdır birinci enerjimizə. Bu da bunların bir-birləri aralığındakı müqayisəmiz oldu. Bundan ibarət. İndi isə baxaq buradan. Burada deyilənləri ilə tapdıq deyiləmi? Ancaq birinci ilə üçüncünü bizə dedi elə. 3-dən 1 üçün müqayisəmizi tapdıq və sağ. Hə, burada təkcə maqnit sahəsi enerjisini soruşmuşdu. Yaxşı, indi isə baxaq 14-cü sualımıza. Gəlin bu yanlarımızı buradan silək getsin. 14-cü sualımızda K çarını açdıqda sarğaçlardakı maqnit selləri və maqnit sahələrin enerjiləri nə cür dəyişəcək? Biz demişdik ki, bu açarı açıb bağlayanda həmişə onun ilk halı birinci onun antonimi, yəni əksini götürəcək. Açdıqda deyirsə, deməli bunun ilk halı qapalı imiş. İndi qapalı hala görə biz buradakı müqavimətlərimizi çıxaraq müəyyən edək. Baxaq görək nə alınacaqdır. Bizə də deyir ki, maqnit sellərini tapacaqsan, bir də maqnit sahələrin enerjilərini tapacaq ki, açıq halda, qapalı halda bu nə cür dəyişəcəkdir. Və ən son halımız bizim buradakı açıq halımızı sonra qapalı hala böləcək ki, onun dəyişimi tapaq. Dəyişim odur ki, həmişə axırıncı hal əvvəlki hala bölünməlidir. Görək indi nə əmələ gələcək burada. Birinci, bax, bura ilk halımız qapalıdır. Buradan qapadı. Cərəyan müsbətdən mənfiyə doğru gəlir. Bu cərəyan müsbətdən gəlir, yola çıxır. Həm yuxarıdan keçir qapalı olduğuna görə, həm 2 yerin üzərindən keçir, həm də digər aşağıdan 2 yerin üzərindən keçir və bu cür şəkildə gedir. İndi bax, cərəyan şiddətimiz bizim həm bu yerdən keçdi, getdi, həm də bu yerdən. Bu hansı yerlərdir? Bu 2 yer, bu da 2 yerdir. Paralel birləşmədir. İndi mən bunu qapalı hala görə baxıram da, qapalı halımıza görə eyni müqavimətlər onların sayına bölünür. Sayı nə qədərdir? 1, 2, 2 dənədir. N-dir. Yəni bizə burada verilən müqavimət hər biri eyni 2 R olduğuna görə daha buradakı R-in yerinə 2 R yazıram. Sayları da 2 olduqlarına görə belə yazırım. 2-lər də ixtisar olunur. Deməli belə çıxır ki, ümumi bizim buradakı müqavimətimiz elə yalnız bir yerdən ibarət olur. Bunu tapdıq, qurtardıq. Müqavimət haqqında bilgimiz bu qədər. İndi isə biz buradan keçirik ikinci vəziyyət, yəni son halı, bunların açıq halına baxacaq. Deməli, açıq halda bax buradakı daha K çarımızı başlayıram bunu daha da geniş şəkildə açmağa. İndi cərəyan sevinərək yola çıxıb gəlir. Müsbətdən mənfiyə doğru bu cərəyan gəlir. Bu cərəyan gəlir, bayaq ağlı qalmışdı havadakı, yuxarıdan keçə bilər. Deyir, bu buradan daha mən keçə bilməyəcəm. Onda peşman olur, geridə aşağıdan keçir. Buradan keçir, gedir və bu cür şəkildə davam edir yoluna. Və nə görür o buradan? O görür ki, bu hissədə artıq bir dənə yerdən, 2 yerdən keçə bilibdir. Deməli, buradan cərəyan keçdiyi bir tək müqaviməti 2 yerdən ibarətdir. İndi mən tapıram ki, açıq halıma görə, yazıram buradan, açıq hala görə müqavimətimiz 2 yerdən ibarətdir. İndi isə başlayıram mən maqnit sellərimi müqavimətlərimlə əlaqələndirim və bunları çıxaram buradan. Gəlin deyib, bu hissələrimizi buradan silək və yazaq düsturumuzu. Maqnit selimiz fi bərabərdir. Qoy bunu buradan çərçivəyə alım ki, biz bu hissələrə baxacaq. Buradan da bir ara kəsmi edək. Qoy yuxarıdan yazaq, yerimiz olsun. Maqnit selimiz fi bərabər L i-dən ibarətdir. Yenə deyirəm, burada induktivlik vardı, sarğaç vardı, buna görə yazırım. I-nin də yerinə müqavimətlə əlaqələndirdiyimə görə i-nin yerinə yazıram, o bölünsün R-dən ibarətdir və baxıram ki,
maqnit selin müqavimətindən tərs asıdır. Ona görə mən nə edəcəm buradan? Bizə olsa deyir ki, gərginliyin də eynidir də. Mən nəyəsə dəyişimi taparamsa, dediyim kimi onun həmişə sonuncu halı nədir? İkinci hal sondur, birinci hal qapalı. Son hal başlıq hala bölünəcək. Yəni son halımız bizim açıq haldır, başlıq halımız bizim qapalı haldır. Ona görə açıq halı qapalı hala böləndə müqavimətlə tərs asıdır deyə, onda qapalı müqaviməti açıq müqavimətə böləcəm. Qapalı haldakı bizim müqavimətimiz bir yerdir. Buraya yazıram bir yer. Bir dəqiqə. Bura bir yer yazıram. Açıq haldakı müqavimətim də 2R-dir. Burada yazıram 2R. R-lər ixtisar olunur. Bu vəziyyət qalır 1/2. 1/2 qiymətin məxrəcdə olduğuna görə, deməli, buradakı maqnit selin 2 dəfə azalasıdır. Bu maqnit selimiz deməli 2 dəfə nə olur? Azalmış olacaqdır. Bunu kənardan yazıram ki, F-miz, oxu aşağı qoyuram ki, 2 dəfə azaldı. İndi isə keçirəm mən bunların maqnit sahəsinin enerjisinə. Maqnit sahəmin enerjisi üçün də düsturuna baxanda enerjimiz bərabərdir. L i-nin kvadratı bölüsü 2-dir. İnduktivlik var deyə ona işim yoxdur. Baxıram nəyə? I-nin yerinə dedik ki, nə qoymaq olur? 10 qanunumuza görə U böl R-i qoyuram. Kvadratdır deyə hamısının başına kvadrat qoyuram. Yəni olur belə. Onun kvadratı, R-in kvadratı və görürəm ki, enerji müqavimətlə tərs, amma kvadratik şəkildə asılıdır. Biz dedik, nəyəsə dəyişimi tapıramsa, onun sonuncu halı, yəni ikinci hal açıq halı, son hal, qapalı hal, birinci halda qapalıdır deyə qapalı hala bölürəm. Həmişə yadda saxla. Son hal başlıq hala bölünəcəkdir. Yəni ikinci hal birinci hala bölünür. Müqavimətlə tərs asılı olduqlarına görə indekslərdə tərs məlah yazacağım. Bura qapalı düşürsə, bura açıq düşür və müqavimətlərin başı kvadratdır deyə bunu bu cür şəkildə yerləşdirirəm. İndi baxıram, qapalı hala görə müqavimətimiz nə qədərdir? 1 yerdir. Buraya R yazıram. Açıq hala görə müqavimətimiz də 2 yerdir. Buraya 2 R yazıram və kvadratdır. Buradan R-lər ixtisar olunur. O boş olan yer 1 deməkdir. Yəni 1/2. 2-də 1-in də kvadratı eləyəcəkdir 4-də 1. Burada yazıram mən 4-də 1. Qoy bu yanlarımızı silək. Yazıram 4-də 1. Bu o deməkdir ki, deməli bizim məxrəcdədirsə qiymət o onun azalmağı deməkdir. Deməli, maqnit sahəmizin də enerjisi nə olur? 4 dəfə azalmış olacaqdır. Bunu da yazaq belə. Maqnit sahəmizin enerjisi 4 dəfə azalır. Ya da onu qısacası belə yaz. Maqnit sahəsinin enerjisi nədir? Fi-nin kvadratı bölüsün 2L deyilmi? Maqnit seli nə qədər dəyişdi sənin? 2 dəfə azaldı, düzdürmü? Onda enerjini 2 dəfə azalacaq. Fi də kvadratdır deyə, o da 2-nin kvadratı 4 dəfə azalardı. Belə də yaza bilərdin. Fi-ni tapmaqla enerjinin düsturundan əlaqələndirə bilərdik. Keçdik bundan sonraki sualımıza. Bu 14 oldu. İndi 15-ci sualımıza baxıram buradan. K çarını qapadıqda sarğaçlardakı maqnit seli və maqnit sahələrinin enerjiləri nə cür dəyişir? Dedik ki, qapalı deyirsə, həmişə bunun antonim, əks halını götürürsən. Deməli, onda bizim buradakı birinci halımız açıq imiş, sonraki halımız isə bizim buradan qapalı hal olacaqdır. Və nəyə soruşur bizdən buradan bu? Maqnit selini tapacaqsan, maqnit sahələrinin enerjiləri nə cür şəkildə dəyişir, ona baxacaq. Yaxşı, gəl yola çıxaq. Deməli, birinci vəziyyət buradan açıq dedi, elə. Ona biz buradan götürürük bu K açarımızı, buradan açıq şəklə salırıq. Model açıqdır, özü biraz da bunu belə yekəldək ki, deməli, cərəyan sevincək yola çıxır, müsbətdən mənfiyə doğru cərəyan yola çıxır, gəlir buradan yuxarı çıxmasını, bu həyatın şokunu yaşır, oradan keçə bilmir, çünki ora açıqdır. Onda düşür bu aşağıdan getmək. Aşağıdan gedəndə gör hansı müqavimətlərin üzərindən keçirsə, onu sayacaqsan. Yalnız hardan keçdi? 2 yerdən keçdi. Qoy buradan yazıram. Bu ancaq 2 erli müqavimətin üzərindən keçdi, getdi. Deməli, bizim bu açıq halımıza görə müqavimətimiz ancaq 2 yerdən ibarətdir. Bura qədər yazdığımız vəziyyətlər bura kimi. İndi isə keçid edirəm bunu mən neynəməyə? Qapanmağa. Yəni, açarımızı buradan bağlayıram. Gəlin bu açarımızı buradan bağlayaq, görək nə baş verəcəkdir. Cərəyan indi müsbətdən mənfiyə doğru keçəndə deyir ki, hə, nə yaxşı, bura deyir bağlıdır, indi buradan keçərəm. Cərəyan həm yuxarıdakı 2 yerdən keçdi, həm də aşağıdakı 2 yerdən keçdi, getdi. Keçdiyi müqavimətlərə bax, 2 yer, 2 yer, düzdürmü? İstəyirsən gəl bunu kənardan yazım. Burada 2 yer, burada 2 yerdir. Hər biri eyni müqavimətlərdir. Biz demişdik ki, belə paralel birləşmələrdə hər biri eyni müqavimətdirsə, onda onların sayına bölünür. Yəni, bax, yazıram, paralel birləşmədə eyni müqavimət onların sayına bölünür. Eyni müqavimət hər biri 2 yerdir.
Buraya yazıram 2 sayıları da ne kadardır? 1, 2, 2'den. Onda n'in yerine buradan 2 yazacağım. Ve oradaki ikilər də ixtisar olmanda deməli bu paralel birləşməmiz bir yerdən ibarətdir. İndi mənim bu tapdığım paralel birləşmənin vəziyyəti nə idi? Qapalıdır da, düzdür? Bura ona görə yazıram ki, bu bizim qapalı halımızdakı son ümumi müqavimətimizin vəziyyəti bundan ibarətdir. İndi vəssalam, bunları tapandan sonra maqnit sellərinin və maqnit sahələrinin enerjiləri arasında vəziyyətlərimizə baxacağım. Belə, maqnit selimiz dedi ki, fi bərabər l-idir. İ'nin də yerinə yazacağım ki, u bölünsün r-dən ibarətdir. Buradan da biz maqnit selimizi taparıqsa müqavimətlə tərs asıdır deyə biz tapırıq ki, nəyəsə dəyişmə oldu. Onun həmişə sonuncu halını, yəni sonuncu hal qapalı, başlıq hala böləcəm. Deməli, qapalı halı başlıq maqnit selinə, yəni açıq halımıza böləcəm. Müqavimətlə tərs asıdır deyə indekslərin yerini dəyişəcəm. Bura açıq düşür, bura isə qapalı düşəcəkdir. Açıq halımıza görə müqavimətimiz nə qədərdir? Açıq hala görə müqavimətim 2 Bura 2 yazıram. Qapalı hala görə müqavimətimiz r-dir. Belə, r-lər ixtisar olunur. Bizim bu nisbət 2-dən ibarətdir. Qiymətin əgərləri yuxarıda alınırsa, bu onun artımıdır. Deməli, bizim maqnit selimiz burada 2 dəfə artıbdır. İndi maqnit sahəsinin enerjisinə baxanda bu f-nin kvadratı bölünsün 2L'dir. Görürsən ki, enerjin f-lə düz kvadratik şəkildə asılıdır. L-i də ona görə götürürəm ki, orada induktivlik var axı, ona görə L olmalıdır düz durumda mənim. Maqnit selim 2 dəfə artırsa, bax bunun yerini artarsa maqnit sahəsinin enerjisi artacaqdır. F-nin də yerinə 2 qoyanda 2-nin də kvadratı 4, deməli maqnit sahəmizin də enerjisi 4 dəfə artacaqdır. Ya da nisbət qrup yaza bilərsən, fərq etməyəcəkdir. Bunu tapdıq, qurtardıq. Bu nisbətlə də qurum ki, ürəyinizdə qalmasın. Maqnit sahəsinin enerjisi L-i-nin kvadratı bölünsün 2-dir. I-nin yerinə u böl r yazaram. I kvadratdır deyə onda olar u-nun kvadratı böl r-in kvadratı. Enerji müqavimətlə tərs asıdır deyə onda qapalı enerjini açıq enerjiyə böləndə tərs olduqlarına görə açıq müqaviməti qapalı müqavimətə bölərəm. Bunların kvadratları şəklində yazaram. Və buradan da görərəm ki, açıq vəziyyətimizin müqaviməti 2R'dir. Bura 2R yazacağım. Qapalı müqavimətimiz də bizim 1R'dir. Burada R yazaram. R'lər də ixtisar olunur. Hə, bunun başı kvadrat yazmamışım. Və qalar 2-nin kvadratı. 2-nin də kvadratı 4 eləyəcəkdir. Tapdığın da qiymət sürətdə alınırsa, bu onun 4 dəfə artımı deməkdir. Və salam, cavablarımız bizim bunlardan ibarətdir. Baxaq bundan sonraki sualımıza. Bu neçənci sual oldu? Pi 2 dəfə artır, maqnit sahəmizin də enerjisi 4 dəfə artacaqdır. İndi 16-cı sualımıza baxıram. 51 sarğacındakı maqnit sahəsinin enerjisi 8 millicjouldur. L2 və L3 sarğaclarındakı maqnit sahələrin enerjilərini hesablayacaq. A və B nöqtələr arasındakı gərginliklər sabit, yəni eynidir. Sarğacların aktiv müqavimətləri nəzərə alınmayacaqdır. Deməli, indi verilənlərimizi yazıram. L1 sarğacdakı maqnit sahəsi enerjisi 8 millicjouldursa, yəni bura bizim L1 sarğacımızdır. Buradakı enerjimiz bizim 8 millicjouldur. Gəl bunu qıraqdan yazıram. L1 sarğacıma görə maqnit sahəmizin enerjisi 8 millicjouldan ibarətdir. Sonra deyir ki, L2 ilə L3 sarğacını tap. L2 bura, burası L3'dür. Buradakı isə enerjilərimizi bizdən istəyir ki, V2, W2 ilə W3'ü tapacağım. Gəl bunları da kənardan yazıram. İkinci enerjimiz və üçüncü enerjimiz də bizim bunların hər ikisini tapmaq lazımdır. Görə indi biz bunu nə cür şəkildə edə bilərik? Deməli, bilirəm. Mən öncə, bax, birinci bunun müqavimətini edəcəm. Sonra çalışacağım cərəyan şəklində yenə hər iki yolla göstərim. Deməli, bura baxıram ki, paralel birləşmədir. Biz bilirik ki, paralel birləşmələrimiz də nə cür şəklə tapılır. Paralel birləşmədə əgərlərim eyni müqavimətdirsə, bu onların sayına bölünəcək. Və görürəm 2R, 2R, deməli eyni müqavimətdir. Onda bura yazıram 2R, sayları da nə qədərdir? 1, 2. N'in də yerinə bunun sayını yazaram, 2 olacaqdır. Və oradan da ikilərimiz bizim ixtisar olunur, qalır. Bizim buradakı paralel birləşməmiz bir yerdən ibarət olacaqdır. Yəni, bax, bu bilsiz nə deməkdir? Buradakı ümumi müqavimətimizi 2 dənə müqavimətdir. Biz bu paralel birləşmənin ümumi müqavimətin bir R olaraq tapanda, bu deməkdir ki, buradakı sənin, bu yazıram, ümumi müqavimətin bir R deyilmi? Burada sənin bir yerin düşəcəkdir, burada sənin bir yerin düşəcəkdir. Yəni,
Bura L1-dirsə, bura L3-dürsə, bir xəttin üzərindədir. Deməli, buradakı hər iki müqamətlərin sənin eyni şəkildədir. Onda mən bura yazıram. R1 də bərabərdir R3-ə, o da bərabərdir ümumi olan müqamətimiz və bunların da hamısı bir R-dən ibarət olacaqdır. Bu müəyyən olunandan sonra başlayıram mən maqnit sahəsinin enerjisinə görə görüm nə cür çıxaracağım ki, birincini bizə nə ilə adlandırıb 8 millijoule. İndi 2 ilə 3-ü soruşur bizdən. İndi yaxşı, ikinci müqavimətimə isə baxıram. Buradakı ikinci müqavimətimiz, bax, bu L2 L-dirsə, deməli R2 müqavimətimiz də 2 R-dir. Ona görə yazıram ki, R2 müqavimətimiz də bizə nə veribdir? Bu da 2 R-dir. Şimdi vəssalam, başlayacağım ikinci ilə üçüncü enerjilərimi tapmam üçün hansı enerjim varsa 2-dən tutaq ki, 1-ə nisbət qrup yazacaqsın. Həmişə nisbət nəyinsə hansısa bir vəziyyətin qiymətinə görə nisbət qrup yazılmalıdır. İndi davam edirəm. Öncə baxıram ki, hansı düsturu biz buradan yerləşdirə bilərik. Maqnit sahəsinin enerjisinin düsturu induktivlik olduğuna görə, yəni sarğac olduğuna görə düstur L i-nin kvadratı bölünsün 2-dən ibarətdir. Bilirik ki, cərəyan şiddətimiz U böl R olduğuna görə kvadratdır. Onda bunların hamısının i-nin yerinə U kvadrat bölünsün R-in kvadratı şəklində yazacağım. Yəni belə olduğu halda biz nə görürük ki, ellər eynidir, gərginliyi də eyni verir. İki də düsturun özünün sabit bir qiymətidir. Enerji müqavimətimlə tərs asadır. İndi nisbət qrup yazacağım. İkinci enerjini birinci enerjiyə bölərəmsə, bu müqavimətlə tərs asılı olduqlarına görə indekslərin yerini tərsini yazacağım. Bura L1-dirsə, bura L2 və müqavimətin başı görürsən kvadratdır deyə, o zaman bunları da mən alacağım kvadrata ki, kvadrata yüksəldi. Belə. Deməli, nə görəm? R1 müqavimətimiz bizim elə ümumi bir R-dir. Bura bir R yazıram və R2 müqavimətimiz isə 2 R-dir. Burada yazıram 2 R-dir və kvadratları. R-lərimiz bizim buradan ixtisar olunur. O ixtisar olunan yerin bax, boş qalan tərəfi o 1 deməkdir. Yəni 1 bölü 2, yəni 2-də 1. 2-də 1-in də kvadratı, bu da bizə 4-də 1-i verəcəkdir. Buranı da silirəm, yazıram 4-də 1 və tapıram indi biz ikinci enerjimizi. İkinci enerjimi taparamsa W1 1'ə çarpaz vurulacaq. Olur belə. İkinci enerjim bərabərdir. W1 bölünsün 4 və birinci enerji bizə 8 millijoule verir. Onda yazırım 8 bölünsün 4. Hə, o zaman ikinci enerjimiz bizim elədir. 2 millijoule-dan ibarət. Deməli, İkinci enerjimi tapmışam. 2 millijoule. Bunu yazıram bir kənara. İndi isə bax, istəsəm 3 ilə 1-3-ü müqayisə edə bilərəm. Deməli, əslində bunu belə də qısa şəklə deyə bilərəm ki, bir şnurun bir xəttin üzərində eyni cərəyan olacaqdır. Həmçinin eyni gərginliklər özləri dedi. Həmçinin müqavimətlərimiz də hər birində nə dedim? R1 ilə R3 və ümumi R hər biri R-dirsə, deməli onda burada hər bir şey eynidirsə, belə çıxır ki, birinci enerjimizdən də üçüncü enerjilərimiz bizim hər biri eyni şəkildə olacaqdır. Lap istəsən yenə də nisbət qrupda yazsan, yenə də 8 millijoule alacaqsan. Yəni üçüncü enerjimlə birinci enerjimiz bizim bir-birlərinə gəlib bərabər olacaqdır. Yəni istərsən gəlin də nisbət quraq yazaq. Nisbəti də 3 ilə 2-yə görə də yaza bilərəm, 3 ilə 1-ə görə də yaza bilərəm. Ürəyim nə istəsə. Tutaq ki, 3 ilə 2 üçün enerjiyə nisbət yazırım. Üçüncü enerjimi ikinci enerjiyə bölərəmsə, müqavimətlə tərs asılı olduğuna görə R2-ni də R3-ə böləcəm və bunların kvadratları şəklində yazacağım. İkinci müqavimətimiz 2R-dir. Bunun yerinə 2R yazıram. Üçüncü müqavimətimiz isə bizim bir yerdən ibarətdir. Bunun da yerinə bir R yazıram. Və bunların kvadratları. R-lər ixtisar olunur, qalır 2-nin kvadratı. 2-nin kvadratı bizə 4 verir. Buradan yazıram ki, buna 4. Və indi oradan da mən üçüncü enerjini tapıram. Üçüncü enerjimiz də bərabərdir. 4W2. W2-ni də biz nə tapmışıq? 2 tapmışıqsa, bu da 8 millijoule eləyəcəkdir. Yəni tapıram ki, hər birinci ilə də üçüncü enerjilərimiz eyni bir-birlərinə bərabərdir. Amma ikinci enerjimiz bizim 2 millijoule-dan ibarət olacaqdır. İndi bunu gəlin cərəyan şiddətinə görə baxın. Buradan bunu silirəm. Yəni bu cavablar budur. İndi digər yola baxırıq da buradan. Cərəyan şiddətinə görə görək nə cür çıxardacaq. Deməli, dedik ki, bir şnurun üzərindən gələn cərəyan şiddətimiz hamısından daha çox olacaq. Bu 1-dirsə, bu 3-dürsə, deməli I1 ilə I3 bir şnurun üzərində bir-birlərinə bərabər olacaqdır. Cərəyan gəlir buradan 2 yerə bölünür.
Bura yuxarı çıxır, bir də bura aşağı düşür. Təbii ki, burada gələn cərəyan hamısından yüksəkdir. Amma iki yerə bölündüyünə görə bunun qolu qanadı onda azalacaqlar. Nə qədər azalacaq? Gəlin də ona baxırıq. Buradakı müqavimətim 2 R'dir, buradakı müqavimətimiz də 2 R'dir. Paralel birləşmədə bütün gərginliklər eyni olduqlarına görə onda deməli bunların hər birinin cərəyan şiddətləri eyni şəkildə olacaqdır. Misal üçün eyni olmaq ürəyin nə istəsə rəqəm götür qoy. Tutaq ki, yuxarıdakı cərəyan şiddətinə 4 amper qoydunsa, aşağıdakı cərəyan şiddətinə 4 amper qoyarsın və yaxud da yuxarı 5, aşağı 5. Qısacası eyni qiymət qoyarsın. İndi deyək ki, mən bunların hər birinə 2 amper qoydum ya da 1 amper qoydum, fərq etmir. Deyək ki, ən balaca kiçik rəqəm 1 amper qoydum. Hər birinə 1 amper qoydumsa, onda bizim bax bu 1 amperlik cərəyan şiddətlərimiz, yuxarı aşağı 1 amperlik cərəyan şiddətimiz gələcəklər. Bax bu düyün nöqtəsində, qırmızı düyün nöqtəsində toqquşacaqlar və nəhayət 1 ilə 1 amperimizin cəmi bizə 2 amperi verəcəkdir. Bura olacaq 2 amper. Deməli, üçüncü cərəyan şiddətimiz 2 amperdir. Tək şnurun üzərindəki, bax, buradakı cərəyan şiddətlərimiz bizim hamısı eynidir. I1 ilə I3 də bir-birinə bərabərdir deyə, onda buradakı cərəyan şiddətimiz də 2 amperdir. Gəl bunları kənardan yazıram. I1 bərabərdir I3-ə, o da hər ikisi bərabər 2 amperdən ibarətdir. Amma buradakı, bax, bu L2 olan induktivliyimiz, onda bu da ikinci cərəyan şiddətimizdir. İkinci cərəyan şiddətimiz də bizim 1 amperdən ibarətdir. İndi isə başlayacağım bunlara nisbət qrup yazmağa. Bizə dedi ki, L1 maqnit sahəmizin enerjisi 8 millijoldur. Yazıram bura 8 millijol. Amma dedi ikinci ilə üçüncü enerjimizi tapasıyıq ki, bunlar nədən ibarət olacaqdır. Birinci ilə üçüncü hissəmizdə cərəyan şiddətlər eynidir, gərginliklər eyni, induktivlər eynidirsə, onda belə çıxır ki, birinci ilə üçüncü bizim maqnit sahəmizin də enerjiləri təbii ki, eyni şəkildə olacaq. Ona görə yazıram ki, birinci enerji ilə üçüncü enerjinin bir-birinə bərabərdir. Bizə birinci enerjimizə 8 millijol verirsə, onda üçüncü enerjimiz də bizim 8 millijoldur. Qalır bir tək ikinci enerjimizi tapmağa. İndi ikinci enerjini istəyirəm birinci enerjiyə böl və nisbət qur yaz. İndi cərəyan şiddətimizə görə baxıramsa, düstur L-in kvadratı bölünsün 2-dir. Maqnit sahəmin enerjisi cərəyan şiddəti ilə düz və kvadratik şəkildə asılı olduğuna görə ikinci maqnit sahəsinin enerjisini birinciyə böləndə, onda cərəyan şiddətimiz 2-nin I1-ə nisbəti sadəcə cərəyan şiddətinin başı kvadratdır deyə bunu da alacağım kvadrata. İndi baxıram. İkinci cərəyan şiddətimiz nə qədərdir? Bizim 1-dir. Bunun yerinə 1 yazıram və birinci cərəyan şiddətimiz nə qədərdir? O da 2 amperdir. Bunun da yerinə 2 yazıram və bunların kvadratları 2-də 1-in kvadratı bizə 4-də 1 verir. Buradan yazıram ki 4-də 1 və ikinci enerjimi taparamsa, onda ikinci enerjimiz bizim bərabər olacaq W1 bölünsün 4. W1-i də 8 verib, 8-i də 4-ə böləndə bu da eləyəcəkdir 2 millijol. Yenə də bayaqki kimi cavabımız eyni şəkildə 2 millijolu gətirib çıxarda bilirik. Dedik, üçüncü enerjimizə nə idi? 8 millijol idi. Belə, ikinci enerjimizə üzə salam 2 millijol tapırıq. Hər iki yolla bunun izahını mən sizə izah etməyə çalışdım. İndi 17-ci sualımıza baxıram. Gəlin bu hissələrimizi buradan silək. Sual 17-də K çarı qapalı olduqda L1 sarğacdakı maqnit sahələrin enerjisi 8 millijoldur. K çarını açan da L1, L2 və L3 sarğaclarındakı maqnit sahələrin enerjilərini tapacaq. Deməli, bizə deyir ki, K çarı qapalı olanda mən L1 sarğacındakı maqnit sahəsi enerjisinin 8 millijol vermişim. Deyir, bax, bura deyir qapalı olanda belə bağlayanda buranı mən sənə 8 millijol vermişim. İndi gəl bu kənardan veriləni yazıram. Deməli, bu açarımız qapalı olduğu halda yazaq qapalı halımıza görə birinci maqnit sahəmizin enerjisini 8 millijol veribdir. Bunu belə yazdım bir kənara. İndi isə bizə deyir ki, bəs yaxşı, mən deyir bunu açıq hala salanda, onda sənin L1, L2, L3 sarğaclarındakı enerjiləri nəyə bərabər olacaq? Onda yazıram ki, bu açıq halımıza görə L1 dediyinə görə birinci enerjim, sonra ikinci enerjim və üçüncü enerjilərimiz isə bunların qiymətlərini tapacaq. Yenə deyirəm, həmişə biz ilk öncə nəyisə tapmaq istəyirsə, birinci qiyməti olan hissədən yanaşacaq. Bu qapalıdır deyə, onda başlayacağım mən bu açarımızı bağlamağa. Gəlin də buranı biz bağlayaq. Bax, K açarımızı götürdük, buradan bağladıq. Cərəyan müsbətdən mənfiyə doğru yola çıxmağa başlayır. İndi bu müsbətdən mənfiyə doğru yola çıxır. Cərəyan gəlir buradan.
Deməli, buradan cərəyan gəlir, üstdə, yuxarıya da, aşağıya da bu cür şəkildə bölünür. Təzədən gəlir bu təkcənə şnurun üzərinə cütləşirlər, eyni şəkildə çıxıb getmiş olacaqlar. İndi mən birinci qapalı halıma görə başlayıram buradan ümumi müqavimətimizi çıxartmağa. Cərəyan hansı müqavimətlərin üzərindən keçirsə bunları nəzərə alacağım. 2 yer və 2 yerin üzərindən keçir. Bura bizim paralel birləşməmizdir. Mən buradakı bu paralel birləşmədə ümumi müqavimət nədirsə tapandan sonra onu L1 müqaviməti də L2 müqavimətləri də hər ikisi eyni şəkildə olacaqdır. İndi görürəm ki, bu nə cür birləşmədir? Paraleldir. Paralelimizdə eyni müqavimətlər bunların saylarına bölünür. Hər biri 2 yer olduqlarına görə 2 yer yazıram. Bunların da sayı 2 olduqlarına görə bölürəm 2-yə və buradakı bizim ümumi müqavimətimiz bir yerdən ibarətdir. Yazıram buram bunu ki, bu oldu nə? Bir yerdən ibarətdir. Yazıram buradan ümumi müqavimət bir yerdir. Yəni bu sənin tapdığın bu bir yerlik müqavimət həm L1-dəki L1 müqavimətin deməli bir yerdir. Həm də burada L3 yazılandakı L3 müqavimətin bir yerdən ibarətdir. Deməli belə çıxır ki, L1-də, L3-də hər biri ümumi müqavimət bir yerə bərabər olacaqdır. Yazaq R1 bərabərdir R3, bu da bərabər ümumi müqavimət bir yerdən ibarətdir. Bu bilirsiniz nə deməkdir? Yəni bu o deməkdir ki, bizim buradakı bax bu vəziyyətimizi belə bu cür şəkildə anlaya bilərik də. Qoy bunları silim göstərim sizə. Təkcə bir dənə qiymət tapmamışam. Burada ümumi bir R. Yəni bax elə bil ki, bu belədir. Bunların hamısını buradan silirəm. Hamısını belə buradan silək getsin. Sadəcə bu gəlib elə bil buradakı bir yerdən ibarət imiş. Deməli, bunun buradakı müqaviməti bu da həmçinin hamısı bir-birlərinə bərabər olublar. İndi isə başlayıram mən bunu nəyi icra etməyə? Açıq halımıza görə tapıram. Ondan sonra bu müqavimətlərimizi birinci vəziyyətimizin olan enerjisi ilə açıq halımızın enerjilərinə görə müqayisə edib qiymətlərini qoyacağıq ortaya. Deməli, indi sonraki hal burada açıqdır. Deməli, kar çarımızı burada açıq halına saxlayırıq. Cərəyanın müsbətdən mənfiyə doğru yola gedir. Cərəyan gəlir buradan. Təbii ki, buradan keçə bilməyəcək. Ora açıqdır. O zaman aşağıdan düşüb gedəcəkdir. Bax, gör cərəyan hansı müqavimətin üzərindən keçdi. Yalnız 2 yerin üzərindən keçdi. Bu bizim hansı müqavimətdir? L2-dir. Deməli, onda buradakı R2 müqavimətimiz bizim 2 yerdir. İndi sənin burada təkcə ancaq bir 2 yerlik müqavimətin üzərindən keçdi cərəyan. Deməli, R2 müqavimətin buradakı R1 müqavimətindən eyni şəkildə olur. Həmçinin buradakı L3-ün də R3 müqaviməti ilə eyni şəkildə olur. Hər biri 2 yerdir. Ona görə açıq halımıza görə bizim buradakı birinci müqavimətimiz də üçüncü müqavimətimizə bərabər, həmçinin buradakı ikinci müqavimətimizə də bərabər olaraq, bir dəqiqə R2 yazaq bura, R2-yə bərabər olaraq hər biri 2 R-dən ibarət oldu. Bu belə olduğu halda, bir dəqiqə bunu bir yana çevirək. Bu belə olduğu halda indi başlayacağım. Var olan enerjimizə görə mən bunlara uyğunluq qrup yazmaram. Buradan belə bunu çevirək bu tərəfə. İndi qapalı hala görə baxacağım. Deməli, müqavimətə görə baxıramsa, enerjimizi müqavimətlə əlaqələndirəcəm. Enerjim bərabərdir L-i-nin kvadratı bölünsün 2-dir. I-nin yerinə dedik ki, U bölünsün R qoyacağım. Sadəcə U böl R deyilmi? I kvadratdır. Onda bunların hər birinə kvadrat şəklini yazacağım. Yəni, I-nin yerinə qoyacağım ki, bunun kvadratı bölünsün R-in kvadratları. Hər birində onsuz da L-lər eynidir. Gərginlik də eyni. 2 rəqəm də sabit bir qiymətdir deyə. Deməli, bax, hər birində eyni L-dir də. Ona baxmayacağım ki, mən. Bir tək baxacağımız hissə bizim enerjimizlə müqavimətimiz idi. İndi baxıram müqavimətimizə bunun nə cür şəkildə? Düsturumuz bax bizim bu şəkildədir. Ya istəyirsənsə burada var olan enerjimizi əvəzləmə ilə edək, ya da nisbətlə. İstəyirsən gəl əvəzləmə ilə edək. Deməli, birinci enerjimizi yazıramsa bura, yazıram birinci enerjimiz bərabərdir. L-U kvadrat bölünsün 2 eyni şəkildədir. Bu vəziyyətimə görə bizim buradakı müqavimətimiz nədir? R1 müqavimətimiz R-dir deyə. Onda bunun yerinə R qoyuram. Bax, buradan bunun yerinə R qoyuram. Olur bu şəkildə. Yəni, bu belə çıxır ki, bizim buradakı qiyməti nə verib? 8 millijol verib. Harada mən L-U kvadrat bölünsün 2 görəcəmsə, onu 8 millijolla əvəz edəcəm. Bu bizim qapalı halımıza görə bu tapmacamızın həlli bundan ibarətdir. Özü bunu belə verib. L-U kvadrat böl 2R kvadrat 8 millijoldur. İndi isə gətirəcəm bunu mən açıq halıma görə icra etməyə başlayacağım. Açıq hala görə başlayıram. Birinci enerjimizi yazıram. Bax, buradayım artıq.
enerji düstur olarak budur. El U'nun kvadratı bölünsün 2 R'in kvadratıdır. Her şey burada eynidir. Yazıram ayağına bir açıq, onda bunun da yerinə açıq yazacağım. Birinci müqavimətimizə görə. Deməli, açıq halımıza görə birinci müqavimətimiz nə oldu bizim? 2 R oldu. Bax, bunun yerinə götürəcəm, 2 R qoyacağım. 2 R'in də kvadratı bu deyiləcəkdir 4 R'in kvadratı şəklində. İstəyirsən buradan 4 ilə 2-nin yerini dəyişdireyim, 4-ü önə atam, 2-ni belə ki, əvəzləməklə də bu hissəni aydın görə bilək. Deməli, LU kvadrat böl 2 R'in kvadratı. Bu bizə nəyi verirdi? 8-i verirdimi? Onda mən bu ifadəni 8 ilə əvəz edirəm. Bir də məxrəcimdə böl 4 var. Onda yazıram buna belə. 8 bölünsün 4, belə də 2 millijoul. Deməli, tapıram ki, bizim bu açıq halımıza görə, yazıram ayağın açıq halımıza görə bu enerjimiz 2 millijouldan ibarət olur. İndi keçirəm bunu mən bu bir vəziyyətinə. Yəni, buradakı bütün müqavimətlərimiz eynidirsə, cərəyanlar, şiddətlərimiz hamısı eynidirsə, elə hamısının ümumi общий optavoş şəkildə qiymətləri hər birində 2 millijoul olacaqdır. Niyə görə? Çünki bax, müqavimətlərində eynidir, deməli, enerjilərində, gərginliklərində özləri də eyni verdiyinə görə birinci, ikinci və üçüncü enerjilərimiz bizim hər biri 2 millijouldan ibarət olacaqlar. Və salam, sualımızın cavabı bundan ibarətdir. Bunu cərəyan şiddətinə görə də baxmaq olar. Yəni, hamısını da bax, eyni şəkildə. Bundan öncəki sualı mən nə cür izah etdim, onu cərəyan şiddətinə görə də elə çıxarda bilərsiniz. Beləliklə, sualların sonuna gəlib çatdıq. İzahlarımız sizə faydalıdırsa, o zaman videonu bəyənib, paylaşıb və həmçinin abunə ola bilərsiniz. Növbəti izahlarımızda görüşənə dək sağ olun, Allah'a emanet.